ən çox narahat edən şikayətlərdən biri qəbzlikdir. Qəbzlik böyük bir problemdir. Qəbzlikdə keçən hər gün insanları xərçəngə doğru bir addım yaxınlaşdırır. Xərçəng xəstəliyinə tərəf. Bu da deməkdir ki, mütləq mənada uşaqları, xüsusilə də uşaqları qoymaq olmaz, qəbz olsunlar. Ən çox bu səhv harada baş verir? Hamiləlik dövründən sonra bir neçə gün, bir-iki gün ananın südü olmur və bəzən analar bunu bilmirlər. Tez uşağı salırlar süni qidalanmaya. Və süni qidalar vasitəsilə uşağı bəsləyirlər. Bəzən də elə olur, ananın südü olmur. Təbii ki, orada ananın əsəb sistemi, ananın düzgün qidalanmaması, süd artırıcı qidalardan istifadə etməməsi son nəticədə nəyə səbəb olur? Ona səbəb olur ki, anaları, uşaqları məcbur olurlar, süni qidalarla qidalandırırlar və nəticədə nə olur? Qəbzlik. Uşaq doğulandan başlayır, həzm sistemi pozulur, disbakteriyoz əmələ gəlir və qəbzlik hər zaman həyatının bütün yaş dövrlərində uşağın həyatını, gələcək gəncin, kişinin, qocanın həyatını məhv edir. Ona görə də mütləq mənada ananın borcu birinci növbədə uşağın mədə-bağırsaq sistemini qorumaqdır.